Bugün saat 14:00-da Bakı-Quba avtomobil yolunun 53-cü kilometrliyində VAZ 1117 markalı avtomobil yolu müəyyən edilməmiş yerdən keçməyə cəhd göstərən piyadanı vurub. Nəticədə piyada hadisə yerində həyatını itirib. Bugün TV xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polis İdarəsi məlumat yayıb. Baş Dövlət Yol Polis İdarəsi bir daha bütün yol hərəkəti iştirakçılarına, xüsusilə piyadalara diqqətli və məsuliyyətli olmağa çağırır. Piyadalar üçün ən sadə, lakin həyati əhəmiyyət daşıyan təhlükəsizlik qaydası yolu yalnız müəyyən edilmiş piyada keçidlərindən və təhlükəsizlik tələblərinə əməl etməklə keçməkdir. Bu qaydalara laqeyd yanaşmaq ağır, bəzən isə geri dönüş olmayan faciələrlə nəticələnə bilər. Hörmətli piyadalar, unutmayın, yol hərəkətində təhlükəsizlik hər birimizin şəxsi məsuliyyətindən başlayır. Bir anlıq ehtiyatsızlıq ömürlük peşmançılığa səbəb ola bilər. Amalya Söhbət qızı, Bugün TV.